Medical Media təqdim edir. Həyat bizi təmənnası sevənlərin sayəsində aydınlanır. Təbiət də tükənmədən bu ahəngi bizimlə paylaşır. Öyrənib, öyrədib nümunə olmaq. Özümüzün və gələcək nəsillərin sağlamlığını qorumaqdır məqsədimiz. Buna var gücümüzlə çalışırıq. Həyat, yaxşı ki varsan demək üçün çalışırıq. Pərişan ölkələr, uçmuş şəhərlər. Yer üzündən silinən məhəllələr. 10 minlərlə ölüm, 100 minlərlə yaralı, milyonlarla pərişan insan. Səbəbi sadəcə bir, təbii fəlakət, zəlzələ. Nə etməliyik, necə etməliyik, nə cür davranmalıyıq, nəyi bilməliyik, nədən qaçmalıyıq? Tədbirli olmaq bizə fövqəladə anda necə kömək edəcək? Xəbərləri davamlı izləməliyikmi? Hədsiz narahatlıq bizə nə verəcək? Bu verilişi qardaş Türkiyədə baş verən faciələrə həsr etmişik. Çünki Türkiyə, dərdiniz dərdimizdir, kədəriniz kədərimizdir. Başınız sağ olsun. Hər zaman yanınızdayıq. Zəlzələnin müalicəsi və profilaktikası yoxdur əslində. İnsan orqanizmi susuz, qidasız, belə bir şəraitdə neçə gün yaşaya bilər? Azərbaycan xilasedicilərinin özləri ilə apardığı it uşağı dağıntılar altında tapmışdı. Pəncərəyə qaçırıq, qapıya qaçırıq, bacaya qaçırıq ki, sanki biz orada daha rahat bir yer tapacağıq. Kaş bu həmrəyliyi, bu hadisələr yaşanmadan öncə elm üçün, təhsil üçün, inkişaf üçün də göstərsəydik. Bu uşaq, bizi izləyən hal-hazırdakı uşaq özü necə aparmalıdır? Bir uşaq uşaqlıqda yaşadığı travmanı uşaqlıqda yaşamır onsuz da. Əksər hallarda yeniyetməlik və sonrasında yaşayır. Fövqəladə hallarda insanlara bir təhlükə gəlirsə, heyvanlar daha tez hiss edirlər. Hər birimiz zəlzələdən çox pis olmuşuq. Amma hər ölkəni, hər insana bu toxuna bilər. Gəlin, hadisədən öncə bilək ki, zəlzələ zamanı nə etməliyik? Məktəblər nə etməlidir? Uşaqlarımız nələri bilməlidir? Biz böyüklər fərqi kömək edə bilmiriksə, ən azı bunu bilin ki, Türkiyə biz səninləyik və sizin də dərdiniz əlbəttə ki, bizim dərdimizdir. Əziz izləyicilərimiz, özünüzü qoruyun. Qoruyun ki, belə fövqəladə hallarda da bir-birimizə dəstək olaq. Bugünlük bu qədər deyirik. Sağ olun, sağlıqla qalın. Həyat bizi təmənnası sevənlərin sayəsində aydınlanır. Təbiət də tükənmədən bu ahəngi bizimlə paylaşır. Öyrənib, öyrədib nümunə olmaq. Özümüzün və gələcək nəsillərin sağlamlığını qorumaqdır məqsədimiz. Buna var gücümüzlə çalışırıq. Həyat, yaxşı ki varsan demək üçün çalışırıq.